Salam əzizlərim, hər birinizi xoş gördük. Uşaqlığımızın ən sevilən, rəngli, dadlı təmlarından biri olan çiyələk şirniyyatının hazırlanması hələ bu qədər asan olmamışdı. Soba istifadə etmədən sadə ərzaqlarla hazırlanan bu şirniyyat süfrələrimizin, çay süfrələrimizin bezəyinə çevrilib. İndi isə gəlin hazırlanma qaydasına başlayaq. Deməli, çiyələk şirniyyatımızı hazırlamaq üçün ilk öncə ağız dadına uyğun olaraq 200 qram peçeniyə və 200 qram isə istənilən növ vaflini blenderdən keçirdirik və üzərinə otaq temperaturunda olan 100 qram kərə yağını əlavə edirik və apardığı qədər qatlaşdırılmış süd əlavə edib xəmirimizi yoğururuq. Xəmirimiz tam hazır olana qədər yoğururuq və hazır olan xəmirimizi tərəzi vasitəsilə kündələrə bölürük və alınmış kündələrimizə əlimiz vasitəsilə çiyələk forması veririk və kündələrimiz çiyələk formasını aldıqdan sonra suyun içərisinə qırmızı qida boyasını əlavə edib çiyələklərimizi həmin boyanın içərisində rəngləyirik və rənglədiyimiz çiyələklərimizi salfet qanun üzərinə qoyub suyunu tam çəkdikdən sonra üzərini pesok ilə örtürük və onu da qeyd edeyim ki, çiyələklərimizin üzəri üçün yaşıl yarpaqlar hazırlayırıq və bu yarpaqları şəkər xəmirindən kəsib çiyələklərimizə forma veririk. Kəsilən forma qəlblərini də videoda sizə göstərəcəyəm. Həqiqətən də həm dadı, həm görünüşü çox möhtəşəmdir. Videomu bəyəndinizsə və belə videolarımın çox olmağını istəyirsinizsə, həm YouTube kanalımıza abunə olaraq, həm də TikTok səhifəmizə takib ataraq bizləri izləməyi unutmayın. Hər birinizə izlədiyiniz üçün dərin təşəkkürümü bildirirəm.